Hamıya salam uşaqlar. Bu günləri mənim fikirlərim və güncəlləmələr haqqında söhbətlər aparacağım. Əslində fərqli güncəlləmələr fikirləşirdim, amma daha fərqli şeylər çıxır. Məsəl üçün birinci olaraq Cadılar Bayramı. Əslində Cadılar Bayramı çox zamanlar sonra gəldi. Mən hələ də fikirləşdirir ki, bu evin burada nə işi var? Həm də ki, yeni ildə ola bilər, amma yeni ildə heç də artıq deyil, artıq keçib gedib. Amma mən hələ də buranın gizemini tapa bilmədim. Əgər siz bunlar haqqında bir məlumat bilirsinizsə, mənə kommentlərdə yaza bilərsiniz. Burada çünki Cadılar Bayramına özəl əşyalar əvvəllərdən və bu yeni ildə gəlmiş bir ev idi. Mənim üçüncü hətta fikirləşdiyim isə İndi göstereceğim. Eğer yoksa ben öz teorilerimi diyeceğim. Bakın burada mesela üçün mən fikirləşdirdim. Bu yer çekimi güncellemesi, Volts falan. Bunların petleri geldi, sonra köneleri geldiği için mən də dedim ki fikirləşdim hələ olar diye çünkü de burada bəy vardı, indi göstereceğim, gelmişti çünkü. Ben görmüştüm burada pulsuz, hatta pulsuz da yok. Ne dedim size? Burada volt veya hansısa yer çekimi hakkında şeyler vardı. Bakın görün burada varsa diyeceğim, yoksa yok. Ama ben size diyebilirim ki ben gördüm gözlerimden ve çok da yaxşı gördüm. Yani mənim teorilerim böyleydi, ama daha farklı güncelleme gelir. Sky'ın köynəyi gəlir, hatta kostümü daha doğrusu ve artık Hıdır dünyasına tamamıyla yerleşir. Öyle ki gizemler tapmaya çalıştım. Birinci gizemimiz olsa da bu ev idi. İkinci başka ne gizemler tapabilirim? Videolarda gördüm. Burada suyun altında bir tane taş vardı ve onun altında da bıçağı vardı. Eğer Özgür TV'de görmüşsünüzse bilərsiniz. Adı burada kılınç. Eğer siz Özgür TV'ye bakırsınızsa, çok seversiniz onu. Bilərsiniz ki, əvvəllər burada petler ancaq olurdu. Petler ışınlardı. Şimdi ise bu teze güncelleme ile bıçağı geldi ve artık heç bir cür tapa bilmirik adı neydi? Artık heç bir cür buradan pet gelmir. Şimdi eğer sizde başka gizemler bilirsinizsə, deyəm, bu arada mən bunu hindi görürəm. Neyse belə. Şimdi baxaq. Başka bir gizemler tapabiləcəyik mi? Özdeki bu niye böyle oldu? Özdeki artık Nimda dışlanır. Yani biz düşüneceğim. Ben illerde artık aylardır görüyorum ki her Pıkıdığın girişinde kapak fotoğrafında Nimda admin ve Sky olur. Nimda admin ve Sky'dan qıraqda olur ve admin ile Sky bir yerde otururlar ve gülürler. Her defa her bir şey olur. Benim de her defa onlardan ayrı çıxır. Bilmirəm niye. Baxaq da belki açıqlayarlar. Mən o mor zırhlı adamı tapmaq istəyirəm. Çünki artıq hamı tapıb deyəsən, bilmirəm. Mənə də marağıma çıxdı. Dedim belki mən də axtaram videoda. Neyse, bunu da deyim. Baxmaya hələlik. Əvvəllər hamı Nimdanın pis insan olduğunu düşünürdü. İndi isə demək olar ki, hamı Nimdan tərəfindədir. Dəqiqəm, bu da şəkli bir dənə baxacağım. Neyse, çok lazımlı bir şey değil. Belki gizem var diye düşündüm. Baxın, mesela burada admin gülür, Nimda hirslənib. Yəni belə.
Nimda her zaman hisli dayanır. İnşallah bunun da sirrini bize açıklayarlar. Tez şekilde başka yerlere bakar. Siz de o zaman da kanala like atıp abone olmayı unutmayın. Özde Sky'ın admin kimi Pegasus'a çıktı. Ve Sky niye bu kadar belə eləyir? Yəni hələ ki şeydim. 3 dost, əvvəllər 2 qardaşı Bozo Sky'dı. Niye belə elədi? Mən hələ də onu tapa bilmirəm. Sky ne kadar güzel bir insan ve şirin heç eləməmiş kimi görünsə də mən onu pis kimi də fikirləşirəm, yaxşı kimi də fikirləşirəm. Çünkü əvvəllər Nimda ilə admin birbirlərinə oynayırlar ve her zaman savaşanda da birlikte savaşırdılar. Onlar hiçbir zaman onlar her zaman birbirlerini sevirdiler. Ve birden Sky ortaya çıktı ve Sky da onların aralarını bozdu. Görürsünüz bak, Nimda'nın petine bir tane bakın. Bunu görmemiştim ben. Bu pete ağlıyor. Diğer şeydim. Admin'in petini göstereceğim size. Bir yerdeki Sky'ın. Hardan gösterebilirim? Eğer yoksa necəsə göstereceğim ama bilirəm necə göstermeyi. Neyse yoktu. Varsa indi hamı yoktu göstermeyi ama şimdi tez bir şekilde göstereceğim. Sky'ın petini bayağı gördünüz de. Şimdi ise admini aktarmalı. Eğer admini tapsa olacak, yoksa yok. Ama deyilərəm ki tamamıyla eyni petler. Yani %100 petleyen görünüş her şey aynı, sadece yani renkleri farklıdır. Yani Şimşek Pegasus diye adı bilmirəm. Hatta yani Sky'ın zırhı demiyorlar ki çok az da olsa biraz adminin yok bence adminin zırhı diye. Ben bir şey fikirleştim. Bakın. Admin zırhına bir tane burada bakın. Hem de burada Şimşek Pegasus'a bakın. Bir tane ki göstereceğim. Bakın. Yani bence Sky admin yerini ona yani bence Sky admin'e dostça görünmeye çalışır ve admin'in yerini alacak ve Sky artık Nimda'nın olacak. Bence yani hele bir şey fikirleşirəm. Ama admin'in bunun üstünden geleceğini düşünürəm. Çünkü bakın admin'in her şeyini yiyeceğini oğurlayıp da. Bakın Pegasus'un, bunu Şimşek Pegasus'una bakın, bir tane de ki onunkine. Bunun zırhıyla Sky zırhının çok oxşarlığı sizce çok fark edilmir yani. Bütün cemaat görebilir o, ham görebilir. Şimdi bir tane bunun petine bakın adminin, bir tane de ki şimdi harda koydum ben bu Sky'ı, orada. Şimdi bir tane adminkine bakın, bir tane de Sky'ine bakın. Tamamıyla aynı değil. %100 kopyalayıp yani adminin kız halı demiyorlar. Çünkü buna bakın ya, adminin kız halı fikirləşirəm bunun ya da admin başsız fikirləşirəm. Ama bence yalandı ya da her bir şeyden her bir şey fikirləşirəm ya da ki ya onun yerini kesmək istəyir, ya onu kopyalayır ya da ki onun tanışı falan da Nimda'ya heç vaxt deməyib. Ama bilmiyorum da herhalde. Şimdi bakayım da illa sonra açıklayacaklar. Özdeki petti diyese hele değil mi? Hele gördüm. Bir de videolarda görürsünüz bence. Hansa de bakın de bunun oxşarlığı. Yani hele bir şey. Ben öyle düşünürüm. Neyse böyle bir şeylerden. Yani belki olan aralarında bir şey var ve Nimda'ya demirlər. Yəni hər bir şey olurlar. Yəni bilmirik də. Hələ heç nə tam yəni hər bir %80'i açıqlanıb, %90 açıqlanmayıb yəni. Yox. Yəni %20'si. Mən hələ düşünürəm, baxay da. O ben o şey adamı mən də axtarmaya çalışıram o zaman heyecan. Siz eğer bir iki de ya biraz gizem bilirsinizsə diyebilirsiniz. Buraya niye böyle bağlanıp ona da çözebilmiyorum.
Nə eysə, bax o. Da bura gələndə. Buralar niyə bağlayıblar? Acaba bu görünməz yerdir. Sadəcə bura filtre ışıq qoyublar hər halda. Və orada fərqli şeylər ola bilər. Bilmiyorum da, məndə o oxdan yox deyə oturub eləmək. Ay da, heç yerə getmək olmur. Biabırçılıq. Ancaq içdən göstərirlər. 100 sabah nəsə olur orada. Və bizim bundan xəbərimiz belə yoxdur. Tam ən yuxarıya çıxacağım və o şeyi tapacağım. Tapmasam mən bir gün videonu qurtarmayacağım. Bilmirəm, belki qurtarmasam. Hətta 1 saat da ola bilər, amma həm də. Mən onu çox acil bir şəkildə tapmalıyam. Əgər tapsam, hər şey çox yaxşı olacaq. Amma siz də videoya like atıb kanala abunə olmalısınız. Kommentlərdə yazın. Heç son vaxtlarda heç komment görmürəm sizdən niyəsə. Əgər hansısa fərqli video fikirləriniz varsa, mənə deyə bilərsiniz istəyirsiniz video fikirləri. Bakalım. Buralarda da yox. Hay Allah. Hamı da tapıb demək olar, amma mən hələ də tapmamışam. Neysə, də yuxarıda falan ola bilər. Bilmirəm. Siz də əgər PK'da oynayırsa, PK'da kodlarınızı yazın. Və mən də sizinlə video çəkə bilərəm. Əgər məsələn 100 abunəyə çatsam, takipçilərimlə, yəni sizlərlə video çəkə bilərəm. Əgər mən 100 abunə eləsəz, niyə olmasın? Yəni əliyəcəm. Mən hər şey belə tez eləmək çox xoşlayıram, amma həm də yəni 100 abunə məncə, yəni mənim kanalım biraz yavaş eləyir, amma tez eləməsi üçün nə olar? 100 abunə. İndiki hədəfimiz 100 abunədir. Əgər 100 abunə olsa, sonraki hədəfimiz 150 abunə. Bəli, 150. Tamam. Neysə. Mən kreatör olmaq istəyirəm. Ona görə mənə köməkləriniz ilə mən kreatör olmaq istəyirəm. Deyirlər 5 milyon, 5 milyon, nəsə deyirlər 5K gesi olanda kreatör oluruq ya da bilmirəm. Hər bir şey. Və inşallah admin də məni bir gün əliyər. Kreatör. Neysə. Bura içərisində girməyə olmur. Demək olar, bütün gizem yollarımız artıq bağlanıb. Bilmirəm, bəlkə bağlanmayıb, amma mən çox şey tapa bilmədim. Mən tapa bilməm neçə saat deyə. Of. Yəni gedin. Sağda, solda, yuxarıda, aşağıda heç yerdə yoxdur, yəni. Ayda. İnşallah o belə benim Türkiye oxşayan kostümlər var ha. O adam, yəni admin harda ışınlanır, harda olur. O mənə deyərsə, haralarda çox vaxt olur, haralarda çətin tapılır falan. Mən onu deyim ki, mən tapım. Tez bir şekilde. Biraz uzağa gezirəndə ki, yox olmasın da. Lazım deyil belə olmaq başımıza. Burada pet yeri. Neyse. Bunlar necə olur? Anlamadım. Mən bunu istəyirəm. Box oturum neydi? Bilmiyordum. Hoş. Bilmirdim ki. Ne yaxşı. Çox yaxşıdır. Amma bilmirdim bunları. Biabırçılıq.
Ay Allah. Neyse. Ta almışam. Bir Save the Castle oynayak. Tez bir şekilde. Piu. Neyse. Diğer oyuncular bekleniyor. Ronaldo. Seyrot. Ronaldo. Esirmaldo 5. Fries Saprao. Ne bileyim ne. Sanvi olar yüzümü. Seyrot veya qəribə adlar qoyurlar acaba niyəsə. Bəlkə adlarının məna var, bilmirəm. Amma neysə. Dikkat, ejderha gələcək sizi yiyəcək. Heç vaxt. Ay, nerede ya? Bulamıyorum. Yoktur. Niye? Sonra eğer bana Save the Castle oynasınız, her zaman 100% baxmalısınız. Evlərin qabaqlarına, dağlarına, hər yerə. Baxın. Məsələn, mən tapıram. Sağına, soluna, yuxarısına, aşağısına, hər yerinə baxmalısınız. Yuxarısına, aşağısına baxmıyor olmur, amma sağ, sol, dal, qabaq, hər yerinə baxmalısınız. Acilin. Baxın, neyindirəm ay Allah. Ki, yaxşı olsun. Tez tapa bilərsiniz. Ay Allah, bu pis adamlar mənə bezdirdi. Test. Oy, en asası oradadır. Gizlice gidebilirler sizce. Gittim. Okey. Qaçar ya buraya geçsem. Tutar beni ya yok. Aha. Aa, iki tərəfdən tapdım. Aa, hamısı tapdım. Niye heç görməyən qarşı bilməz.